Herkese salamlar. Necəsiniz? Mən yaxşıyam şükür. Buna bayaqdan əslində vlog aça bilsəm, vlogu çoxdan çəkməliydim. Bugün gəldim. Allah qoysa ayın 18-i nişanımız. Allah qoysa ayın 18-i nişana görə gəldi restorana. Bir dənə gözəl xanımımız var. Dekor yığmağa. Dekoru seçdik, baxdıq. Ölçümünü elədik ki, nəyi hara necə eləyək. Rəngləri seçdik. Açığı mən dəniz qırağı istəyirdim. Sonra olur axı. Yəni kondisionerimə bir istəyir üzülmez. Kondisionerlə olsa falan belə düşündüm. Daha yaxşı, həm də böyüklər olacaq. Böyüklərə biraz ağırlıq olmasın deyə bu tərzdə seçdim. Hissadan edirik nişanımızı. Buradan da çıxıb gedirəm. Qurtardıq. Allah qoza bütün gedişatlar hamısını çəkəcəm. Buradan da çıxıb gedirik. Gedirəm sonuncu üçün hazırlıqları görməyə. Gedirəm ora. Bu da Azadlıq metrosundan Azadı götürməliyəm. Bir dənə probka var, inanılmaz. Bir dənə probka var, deyilməsi deyil də. Bütün günü probkadayım. İşte bugün cəzəmi bunu bağlı kondisioneri açım. 6-cı gündə nigahımız var. Biz biraz nişandan önce düştü nigah. Plansız oldu. Ben düşünürdüm Ağustos'ta eləyim. İndi onun hazırlıkları da var. Aksesuar falan almalıyam. Hədiyəlik hazırlamalıyam. İstəyirəm nigahda uşaqlara hədiyyə vereyim. Çünki oradan sonra restorana gedirik. Gedib o restorana da baxmalıyam. Peki akşam getdik o restorana da baxdıq. Ki daha sonradan belə çatım vlogu davam elətdirəcəm. Dur. İndirim hele. Bilmediğine giyinir. Saksana giyinir, nişanlara giyinir. Değil bunu giyiniz. Belə də bu formada düymələ. Bax, bu formada da düymələ. Mənə olsa şortiklə güzel. Peki, da böyle bir şey de olur ya qara. Günün geçəkdir. İşte onda alalım. Günün geçəkdir. Ya. Ha, orada da var bak. Şal var. De orada da bak. Orada da var. Sen gezdireyim. Necədir? Qovuncu baxar istiyorsun. Zara indirimlərindən yararlanır kateqoriyasından. Gör neçə yenibdir ya. Şimdi qiymətə bax, da ayıbdır. 189, 100 manat. 100. Ya bunun altında şu an maraqlıdır da mesela şu. 100 manat enib. 100 manat enib da, nə istəyirsən? Görək bu nədir? 99. 10 manat endirirlər. Gözə 79-da gəlir. Bunun altında şuna baxalım. Bunun altındaki de 100 neçə oldu? 100 yəqin ki. 10 manat da birdən. Bir də Zara'dan, Kolaris'ten alışveriş elədim. Ponçalı üçün maraqlı bir şeyler götürdüm ama değer. Bir şey yorulub. Bir şey yorulub. Hələ harasıdır? Buyur. Hələ indi başlayırıq. Getdi. Hara gidiyor Aziz? Burada. Gedək dürüm yeyək. Dürüm. Akşam yemeği dedi yemeydi yani. Gidelim. Gidelim. Dürüme.
sevdiğimiz bir yer. Bilmiyorum, aradı bura. Her zaman bura gidiyor. Az bir ki bir şey götür televizyonun altına. Bir şey olsun. Mesela gir kamper. Ama rahat da. Yo, rahat da. Mesela ondan şeyler yerlenenler de var da başkası. Var idi burada oversindeydi desen burada yoktu. Yerlenenler. Belki durasam. Sen gittik, bitirdik. Ay, gönül sendirindi. Bitirdik alışveriş ama tam yok. Xeyla. Yani milli desek. Çok şey aldık. Okey. Yolda. Burada hara gelir ya zaten. Evet. Ne diyor? Demeden gelir yemeğe. Ha. Gidelim. Vlogun davamını belə eləyək. Deməli, ayın 25-i nikahımızdır və istədim ki, qonaqlarımız üçün xırda bir 20 nəfərlik gənc bir kampaniya ilə restorana gedəcəyik. Nikahdan sonra Allah qoysa belə bir hədiyyə hazırlamaq istədim. Bu hələ ki ilk başlanğıcı qızlar üçün hazırlayıram. Belə bir kremlidir, ətirli kremlər və yanında belə bir zarjım. Kırmızı karton seçtim böyle kutu ve hediyelik üzerine bu her için almıştım. Belki üstüne dekor gibi istifade ederim. Tekrar başka cüret alabilirim. Ve bir de bal kabı da almışam. Bal da burada. Şimdi bir hazırlayacağım. Görmeniz hoşuma gelse devam edeceğim ondan da. Hediyelikleri böylece hazırladım. Hələ yeni için əlavə edəcəm. Sadəcə bu bir başlanğıcdır. Bunun aşağı yuxarı belə bir forma olacaq. Təbii ki üstünə də bəzəklər vurulacaq. Bəzəklərdəki almışam hamısını. Bu şəkildə bir hazırlayıb yığıram.